Bu sual ilk baxışda qorxulu görünür. Lakin tək bir düstur ilə 30 saniyəyə həll etmək olar. Bunu etmək üçünsə bilməli olduğumuz bir düstur var. Kök altında A ilə kök altında B'nin fərqinin kvadratı. Bunun açılışı isə A üstəgəl B çıxılsın 2 vurulsun kök altında AB'dir. İndi əgər biz kök altındakı ifadəni bu düsturun açılışı ilə qarşılaşdırsaq, görəcəyik ki, A üstəgəl B 11'dir. Ve kök altında AB vurulsun 2 ise 4 vurulsun kök altında 7'dir. Eğer biz bu iki ifadəni də 2'ye bölersek kök altında AB'nin 2 vurulsun kök altında 7'ye beraber olduğunu görəcəyik. Ve eğer biz iki ifadəni də kvadrata çıxartsak o zaman görəcəyik ki 2'nin kvadratı 4'tür. Kök altında 7'nin kvadratı ise elə 7'dir. 4 vurulsun 7 28'dir. Yani AB'ni 28 olarak tapdık. A üstəgəl B'ni 11, AB'ni ise 28 tapdığımız üçün gəlin elə iki ədəd düşünək ki, cəmləri 11, hasilləri isə 28 olsun. Bu iki ədəd 7 və 4'tür. İndi biz A'nın 7, B'nin 4 olduğunu bildiğimize göre bu düsturda onları yerine koyabiliriz. 11 çıxılsın 4 vurulsun kök altında 7 beraberdir. Kök altında 7 çıxılsın kök altında 4. Mütərizə daxilində kvadrat. Və biz bilirik ki kök altında 4 2'dir. Yani indi aldığımız ifade budur. Burada kvadrat ile kök altı ixtisar oluna bilər. Ve ixtisar olunduğu zaman bizim aldığımız ifade ise kök altında 7 çıxılsın 2 üstəgəl kök altında 7'dir. Ve bu da bildiğimiz kimi 2 kök altı 7'ni topluyoruz. 2 vurulsun kök altında 7 çıxılsın 2. Bu ise bizim cevabımızdır. Eğer daha belə çətin görünən riyaziyyat suallarının asan və qısa həllərini istəyirsinizsə, YouTube kanalımı izləməyi alın və videolarımı bəyənin.